Hər birinizi salamlayıram. Mən Sara Müzəffər kanalıma xoş gəlmisiniz. Artıq iyun ayının 6-sıdır və şans imtahanına bir ay qalıb. Tam tamına bir ay. Bir ay sonra ta ki bugünkü saatda artıq 2-nin yarısıdır. Siz imtahandan çıxmış olacaqsınız və bu bir ay ərzində ciddi şəkildə hazırlaşmaq lazımdır. Çünki birinci imtahanı gördünüz, problemləri gördünüz, sualların necə salındığını gördünüz. Nə qeyd etmək istəyirəm sizə? İkinci imtahanda, yəni şans imtahanında imtahan nə qədər çətin olsa belə sizə çətin gəlməyəcək. Çünki biz həmişə qəbula hazırlaşmazdan əvvəlki illərin qəbullarını əsas alırıq. Məsələn, 2025-də hazırlaşanda 2024-ün 23, 22, 21, yəni bu qəbullara əsaslanırıq. Amma 2025-in qəbulu, may imtahan qəbulu bizə göstərdi ki, bu qəbul formatı artıq yeni qəbul formatıdır. Və bu sizin üçün bir yenilik idi deyə imtahan nisbətən sizə çətin gəldi. Halbuki yəni çətin deyildi. İndi sualların içərisində də onu görəcəyik. Artıq ikinci imtahan birinci ilə eyni səviyyəli olsa belə, birincidən çətin olsa belə sizə çətin gəlməyəcək. Çünki birinci imtahan nəticənizi görüb ikinciyə daha yaxşı formada hazırlaşırsınız. Plus birinci imtahanda artıq bilirsiniz sizə necə tipdə bir sual düşə bilər. Sizin baxacağınız forma artıq birinci imtahan olduğu üçün ikinci imtahanda hər bir halda imtahan sizə çətin gəlməyəcək. Əgər həqiqətən hazırlaşırsınızsa. Bu videonu çəkməkdə məqsədim nədir? Mən bəlkə 2022-ci ildə paylaşmışam ki, qəbula hansı suallar düşür, hansı mövzulardan, yəni ki, hansı suallar düşür. Bu illərdir ki, davam edir bu formada. 2022-dən əvvəl də belə idi, 2022-dən sonra da belədir, birinci imtahanda da belə idi, ikinci şans imtahanda da belə olacaq. Hətta bunu Instagramda paylaşmışdım kanalımda. Story bölməsində sabitlənən hekayələrdə də baxa bilərsiniz, qəbul sualları adı altında. İndi birinci imtahanda olan qəbul suallarının üzərindən keçərək sizə göstərəcəyik ki, yenə hansı mövzular düşəcək və sual olaraq nələr düşəcək. Gəlin çox vaxt itirmədən başlayaq, ekran paylaşımımızı eləyək. Deməli, burada özümü bura yerləşdirim və sualı yaxınlaşdırım. Məsələn, görürük ki, birinci sualımız xanlıqlarla bağlıdır. Biz deyirdik ki, bu il xanlıqlardan sual düşəcək və düşdü. Nəyə əsasən? Məsələn, keçən il mən deyirdim ki, 3-cü qrup xanlıq düşməyəcək, düşmədi. Deyirdim Səfəvinin 18-ci əsr düşəcək, düşdü. Nəyə əsasən? Bu hissə əhatə eləyir 3 dənə geniş mövzunu. Nələrdir? 1. Səfəvi dövləti 18-ci əsrdə. Yəni orada əsasən o müqaviləmiz ruslarla Osmanlılar arasında olan mübarizə Azərbaycan uğrunda. 2. Xanlıqlar və 3. Rus-Qacar müharibəsi. Yəni siz eyni imtahanın tərkibində, daxilində həm xanlıqlardan, həm Səfəvinin 18-ci əsrdən, həm Rus-Qacardan sual görə bilmərsiniz. Çünki çünki bu 3 bölmə bir dənə suala əhatə edir. Ya xanlıq salırlar, ya Rus-Qacar salırlar, ya da Səfəvinin 18-ci əsr salırlar. İndi birinci imtahanda bizə xanlıq düşüb deyə çox güman ki, ikinci imtahanda mən Rus-Qacar gözləyirəm. Amma ola bilər ki, Səfəvinin 18-ci əsrdəki o müqavilələrdən də bir sual salsınlar. Amma yəni bu hissədən mütləq şəkildə bir dənə sualımız var. Gedirik, qəşəng bu 3 dənə mövzunu öyrənirik. Xanlığa biraz daha az baxsaz da olar, amma Səfəvinin 18-ci əsr və Rus Qacara daha diqqətlə yanaşın ki, ikinci imtahanda oradan bir sualınız gələcək. Sonra növbəti mövzumuz İbtidai icma cəmiyyəti. İbtidai icma cəmiyyəti hər qəbulun, yazırıq bura 2 ibtidai icma. Hər qəbulun bir dənə sualıdır. İstisnasız şəkildə istənilən qəbulu açın, orada ibtidai icma cəmiyyətinə aid bir dənə sual var. Birinci imtahanda görürsünüz düşüb, ikinci imtahanda gedəcəksiniz, yenə sizə ibtidai icmadan sual düşəcək. Bu oldu bizim ikinci sualımız. Sonra, üzr istəyirəm, səsim batdı. Sonra gəldik növbəti. Bu, üçüncü sualımız. Bu əhatə eləyir nəyi? Azərbaycan 14-15-ci əsrlərdə. Yəni biz burada əsasən nəyi götürürük? Şirvanda Dərbəndilər sülaləsi, Qızıl Ordu, Toxtamış, Teymurun Azərbaycana yürüşləri və Ağqoyunlu, Qaraqoyunlu. Əsasən burada üstünlük verilir Ağqoyunlu, Qaraqoyunluya. Testdən də gördüyünüz kimi birinci imtahanda burada sizə salıblar Qaraqoyunlunu. İndi ikinci imtahanda çox böyük ehtimalla ki, Ağqoyunludan sual gələr və yaxud elə 14-cü əsrdə Azərbaycana bu Teymurun yürüşü olsun,
Toxtamışın yürüşü olsun. Ən təhlükəli hissələrdən biri Cəlairlər dövlətinin tərkibində Azərbaycan. Belə bir sual da gələ bilər. Və yaxud belə bir şey də yaza bilərlər. Ağ qoyunlu, qara qoyunlu oxşarlıq, Səfəvi üçün fərq bu formada bir sualımız var. Amma mütləq şəkildə yenə buradan bir sualımız gələcək. Ağ qoyunlu ola bilər, qara qoyunlunun yenə özü ola bilər, amma oxşar və fərqli cəhət kimi verər. Bir də Şirvanşahlar dövləti dediyimiz İbrahimdir, Cəlalilərdir. Bunlar öz formasında sual olaraq gələcək. Növbəti dördüncü sualımız. Azərbaycan Sasani imperiyasının tərkibində bir dənə mövzudur. Yazaq bura 4. Azərbaycan Sasani imperiyasının tərkibində. Bir dənə mövzudur, bir dənə sual düşür bizə. Burada da gördüyünüz kimi birinci imtahanda istifadə eləyiblər. İkinci imtahanda yenə eyni şəkildə Azərbaycan Sasani imperiyasının tərkibində mövzusundan bizə bir dənə sual düşəcək. Bir dənə mövzu oxuyursunuz, bir dənə sual gəlir düşür qəbula. Ona görə diqqətli olun. Potensial qəbul gələcək yerdir, sual gələcək yerdir. Bir dənə mövzudur zaten. Oxuyun ki, yaxşı formada yadınızda qalsın və imtahanda sual düşəndə onu yazın. Gəldik 5-ci sual. 5-ci sualımız nədir? Baxın, bu hissə biraz geniş hissədir. Buna diqqətli olun. Nədir bu hissədə geniş olan hadisə? Bu hissə başlayır Versal-Vaşinqton sistemindən ta ki davam edir İkinci Dünya Müharibəsinin özü də daxil olmaqla. Burada nələr var? Versal-Vaşinqton sistemi. Almaniya Birinci Dünya Müharibəsindən sonra, ABŞ Birinci Dünya Müharibəsindən sonra, Türkiyə Birinci Dünya Müharibəsindən sonra, Böyük Britaniya və SSR Birinci Dünya Müharibəsindən sonra, 20-ci əsrin 20-30-cu illəri dövlətlərarası münasibətlər və İkinci Dünya Müharibəsi. 7 dənə mövzudur, bir dənə sual düşür. Fikir verin, burada sizə İkinci Dünyaya aid olan sual düşüb, düzdürmü? Deməli, İkinci Dünyaya aid sual düşübsə, deməli bu 7 mövzudan bir sual istifadə ediblər. Yəni siz artıq imtahanın içərisində nə Almaniyanı görmürsünüz, nə SSR-ni görmürsünüz. Bu hissə 1845 dediyimiz hissədə nə Versal-Vaşinqtondan sual yoxdur. Çünki o 7 mövzunun artıq birindən o sualı salıblar. Bu da İkinci Dünya Müharibəsidir. İndi bu hissə sizə potensial situasiya gələ biləcək də hissədir. Ola bilər ki, ikinci imtahanda situasiyanız bu hissədən gəlsin. Niyə? Çünki burada konferanslar və müqavilələr çoxdur. Genuyadır, Lakarnadır, Briançelloqdur, Millətlər Cəmiyyətinə daxil olmaq çıxmalardır. Sonra İtaliyanın Efiopiya ilə mübarizəsidir. Daha sonra İtaliyanın gəlib Liviyada soyqırım törətməsidir. İspaniya vətəndaş müharibəsi, Montre konfransı, Lozanna müqaviləsi, Streza konfransı, Münhen konfransı, nə bilim, Molotov-Ribbentrop, görürsünüz, hadisə çoxdur. Hadisə çoxdursa, buradan situasiya gələ bilmək ehtimalı da böyüdür. Bu hissəni də öyrənirsiniz. 7 dənə mövzudur, bir dənə sualınızı əhatə edəcək. Sonra növbəti sualımız 6-cı. Baxırıq ki, biz burada nə yazıb bizə? Müstəqillik dövrü. Biz deyirik ki, müstəqillik dövrü Azərbaycan bir dənə sualdır. Yazırıq 6. Azərbaycan müstəqillik illərində. Yəni, ya Heydər Əliyevi salar, ya İlham Əliyevi salar, ya daxil olduğumuz beynəlxalq təşkilatları salar, ya da 1-ci Qarabağ müharibəsini salar. Baxırıq ki, 1-ci imtahanda bizdə bunu Heydər Əliyev olaraq istifadə edib. Ola bilər ki, 2-ci imtahanda belə yazsın ki, Azərbaycanın 20-ci əsrin 90-cı illərinin sonu və yaxud 21-ci əsrin ilk 10 illiyi, ikinci 10 illiyi, ya nə bilim elə İlham Əliyevin özünün hakimiyyət dövrü. Amma mütləq şəkildə bir sualımız da bu müstəqillik dövründən gələcək. Öyrənin, oxuyun, gedin imtahanda nəticə olaraq yazın ki, bal gəlsin. Sonra Azərbaycan qədim dövr dövlətləri. 7-ci sual. Azərbaycan qədim dövr dövlətləri. Mütləq şəkildə qəbulumuzun bir dənə sualıdır. Baxırıq ki, 1-ci imtahanda bizə bunu manna olaraq istifadə edib. Mən zaten gözləyirdim ki, manna gələcək. Çünki son dövrlərdə əsasən istifadə edirdilər Atropatena, Albaniya. Ona görə gözləyirdik ki, onsa böyük ehtimal 90%-dən manna gələcək. Manna da gəldi. İndi 2-ci imtahanda burada manna salıblar ki, ola bilər 2-ci imtahanda Atropatena, Albaniya salsınlar. Yəni, çox güman ki, Atropatena, Albaniya olacaq. Və yaxud üçlü Eyler-Venn diaqramında verə bilər. Yenə manna, Atropatena, Albaniya bu formada.
dünyada. Üç dənə əsas dövlətdir zaten. İndi bir dənə orada bizim dövlət qurumlarımız var kiçik. Bir də Azərbaycan Media Əhəməni İmperiyasının tərkibində hissəsi var. Bu hissələrdə bir dənə göz atırsınız, öyrənirsiniz. Rahat mövzulardır zaten. Yəni bilirsiniz biz bunlara şey deyirik də kilit mövzular. Yəni bu mövzular elə mövzulardır ki, burada sizin səhv eləmə ehtimalınız olmamalıdır. Sıfıra bərabər olmalıdır. Çünki rahat mövzulardır. Yenə bir dənə də sualımız buradan gələcək. Sonra gəldik növbəti sual. Roma və Yunanistan. Ümumiyyətlə, ümumi tarix qədim dövrdə. Yazırıq bura ümumi tarix qədim dövrdə. Son dövrdə nə edirlər? Bu özü ümumi tarix qədim dövrdə iki hissəyə ayrılır. Qədim Şərq, yəni o bizim 5 dənə dövlətimiz, Misir, Şumer, Çin, Hun, Hindistan. Bir də Yunan, Roma. Son dövrlər əsasən üçüncü qruplara Yunan Romadan sual salırlar. Amma ikinci qruplara həm Qədim Şərqdən sual düşür, həm də Yunan Romadan sual düşür. Bu imtahanda da birinci imtahanda da bu şey belə idi. İndi baxırıq ki, birinci imtahanda bizə Roma istifadə eləyib. Ola bilsin ki, ikinci imtahanda əsasən Yunanistanı saldılar və yaxud elə xəritədə verdilər bizə. Mən düşünürəm ki, yəni nəsə bir 50-70% ehtimal düşünürəm ki, xəritədə verəcəklər qədim dövrü. Çünki birinci imtahanda xəritə demək olar ki, heç istifadə eləmədilər ümumi tarixdən. Ola bilər ki, ikinci imtahanda bunu xəritədə versinlər. Yunanistanı və yaxud Makedoniyanı və yaxud Romanı, Misri falan belə göstərsin. Bir dənə ümumi xəritənin içərisində sual olaraq salsın. Mütləq şəkildə sualımız var. Ona görə bu hissəni də qəşəng öyrənin. Bir sualımız da buradan gələcək. Sonra 9-cu sualımız. Mən gözləyirdim ki, zaten Osmanlı 14-16-cı əsr paylaşımda da bilmirəm baxmısınız yoxsa yox. Osmanlının 14-16-cı əsri tək sual olaraq gələcək. Bunu demişdik, gəldi. Amma ikinci imtahanda mən artıq gözləmirəm Osmanlı tək sual olaraq gəlsin. Ümumiyyətlə bu hissə bizdə əhatə edir türk dövlətləri klassik feodalizm dövründə 7 dənə dövlətimiz var. Səlcuq, Monqol, Dehli, Moğol, Qızılordu, Teymuri və Osmanlı. İndi bəzən elə ola bilir ki, Osmanlını tək sual olaraq salırlar, elə ola bilir ki, Osmanlını həmin oradakı nə Səlcuqla oxşarlıq salır, ya nə bilim Teymuri ilə oxşarlıq salır, ya Dehli ilə oxşarlıq salır. Amma yəni mütləq şəkildə bir sual olaraq gələcək. Minimum, yəni bir, maksimum iki sual olaraq, hətta üç sual olaraq da istifadə edilə bilər. Biraz Azərbaycan tarihi ilə qarışdırsalar. Gözləyin, ola bilsin dediyim kimi təkdə gəlsin. Bu 50-50-dir ki, Osmanlının yenə 14-16-sı təkdə gəlsin. İndi ola bilər ki, tək gəlməsin, digər dövlətlərlə oxşarlıq fərq kimi gəlsin, amma mütləq şəkildə sual olacaq. Sonra növbəti sualımız. Baxaq görək nədir burada. Hə, bu ABŞ konstitusiyası məsələsi. Bu bizdə əhatə edir bölmə olaraq nəyi? 10-cu sual olaraq qeyd edək. Bu bizdə bölmə olaraq əhatə edir dünya dövlətləri 17-18-ci əsrlərdə. Yazırıq 17-18. Burada bizim 4 dənə dövlətimiz var. İngiltərədir, ABŞ-dır, Osmanlıdır, bir də Rusiya. İngiltərə, ABŞ, Osmanlı, Rusiya 17-18-ci əsrlərdə. Bir dənə qəbul sualıdır. Görürük ki, birinci imtahanda bizdə bunu ABŞ olaraq istifadə ediblər. Ola bilsin ikinci imtahanda İngiltərə salsın, Osmanlı salsın, Rusiya salsın. Amma mütləq şəkildə bu 4 dövlətdən də bir dənə sualımız olacaq ikinci imtahanda. Hətta ola bilər xəritə üzərində versinlər. İkinci bir ehtimal da budur. Məsələn, xəritədə ola bilər İngiltərəni göstərsin, Rusiyanı, Osmanlını göstərsin, desin ki, bunların 17-ci əsrinə aiddir və yaxud 18-ci əsrinə aiddir. Bu formada seçin. Amma yenə dediyim kimi mütləq şəkildə bir dənə sualımız gələcək. Hətta bəlkə bir də gördünüz gətirirlər situasiyanı da buradan saldılar. Baxın, 2022-ci ildə buradan situasiya istifadə ediblər. İngiltərənin bu sənaye çevrilişi hissəsi 18-in ikinci yarısı ki, yaxşı öyrənin ki, düşənlidə yazın. Sonra feodal dövlətlər. Yəni feodal dövlətlər qəbulun bir dənə sualıdır. Mütləq şəkildə Azərbaycan 9-11-ci əsr feodal dövlətlər, yazaq bura 11 feodal dövlətlər, zaten demişik. Bir dənə sual buradan gələcək. Burada görürsünüz xəritədə verib, Şəddadini verib. İndi ola bilər nə bilim Şirvanşah versin, Sacə Salari versin, Rəvvadi versin və yaxud yenə Şəddadi, Rəvvadi bir yerdə versin. Amma mütləq şəkildə buradan da bir dənə sualımız gələcək. Sonra növbəti gəldik bura nəyə? Hər zaman deyirəm, Səfəvi dövləti qəbulun minimum 2 dənə sualıdır. Minimum. Biri Səfəvin 16-cı əsrindən ta ki 1639 qəsrişində daxil olmaqla siyasi tarixi. Bir sual istisnasız buradandır. İkinci sual Səfəvinin 17-ci əsrin ikinci yarısı. İstisnasız Səfəvinin 17-nin ikinci yarısı bir dənə qəbul sualıdır. Yəni minimum Səfəvi 2 dənədir.
17'nin ikinci yarısı isə ayrıca bir dənə sual olaraq düşür. Burada da gördüyümüz kimi istifadə eləyiblər sual olaraq, vəzifəli şəxslər istəyir. İndi ola bilər ikinci imtahanda verici mükəlləfiyyət istəsin, ali zümrə istəsin. Həmin dövr 17'nin ikinci yarısının səbəbində biraz böhran var. Bu böhranı istəsin, daxili iqtisadi səbəblər, daxili siyasi, nə bilim, xarici iqtisadi, belə-belə bir şeylər. Amma yenə mütləq Səfəvinin 17-ci əsrin ikinci yarısından bizə bir sual düşəcək. Yadınızda saxlayın. Sonra Azərbaycan 19-cu əsrin ikinci yarısında. Azərbaycan 19-cu əsrin ikinci yarısında mütləq bir dənə qəbul sualıdır. Mən onsuz da gözləyirdim ki, 70-dən 47-ni bir-birinə belə oxşar fərq kimi versin, verdilər. Burada görürsüz, gətiriblər 19-un ikinci yarısını 30-50 ilə veriblər. Ayrıca fərq sual kimi salmayıblar. Bu deməkdir ki, ikinci imtahanda 19-un ikinci yarısı ayrıca tək sual olaraq gələ bilər. Özü də əsasən neft sahəsinə biraz diqqət yetirin. Xronoloji ardıcıllıqda da verə bilərlər və yaxud da yazarlar 19-un 70-ci illəri, 80-ci illəri və yaxud da 60-cı illəri bu formada mütləq bir dənə sualımız burdandır 19-un ikinci yarısından. Belə bir Euler-Venn diaqramımız var. Hə, bu hissə hara aid? Bu hissə aiddir bizə Avropa orta əsrlərdə. Burada nə var? Var xaç yürüşləri. İngiltərə, Fransa, böyük coğrafi kəşflər, reformasiya, 30 illik müharibə. Bir dənə sualdır. Görürsüz, İngiltərə ilə Fransanı veriblər. İndi ikinci imtahanda olar ki, xaç yürüşü salar, ola bilər reformasiya salar, 30 illik müharibə salar, coğrafi kəşflər salar. Yəni bu hissəndə bir dənə qəşəng baxın, 5-6 dənə mövzudur zaten. Bir dənə sual olaraq çıxacaq. Bu testdə də gördüyümüz asan sual idi. Zaten Jacques Russell'ın bilməklə gedib doğru cavabı rahat tapmaq olur. Yenə eyni şəkildə ikinci imtahanda da bu hissədən bir dənə sualımız var. Sonra bu Səlcuq olsun, Ərəb xilafəti olsun, yəni mütləq şəkildə hər hansısa bir sualın tərkib hissəsində istifadə edilir. Yenə biz bunu gedib bağlaya bilərik Türk dövlətləri klassik feodalizmdə dövrünə. Səlcuqlar, yəni minimum 2 dənə sual olaraq istifadə edilir. Biri gördük Osmanlıda istifadə ediblər, bir də Səlcuq olaraq istifadə ediblər. Ərəb xilafəti də ki, zaten biz Azərbaycan xilafətinin tərkibində mövzusunu ayrı deyirik ki, bir dənə sualdır. Baxırıq ki, Ərəb xilafətini oradan gətirib götürüblər bir sual olaraq. Səlcuqu da klassik feodalizmdən götürüblər, bir sualın içərisində istifadə ediblər. Yenə ikinci imtahanda da ola bilər, məsələn, bu dəfə sizə Səlcuqların Azərbaycana yürüşləri ilə bağlı başqa bir sual düşsün. Amma yəni istifadə ediləcək. Sonra növbəti 46-cı, yəni 16-cı sualımız. Nədir 16-cı sualımız? Azərbaycan ən belə çətin hissələrdən biri. 20-ci əsrin əvvəllərində. Burada nə var? Ta ki 1900-cü ildən 1918-ci il 28 may AXC yaranana qədər olan hissədir. Sənayenin vəziyyəti, Milli Partiya, Duma, təşkilatlar, mövcud quruluşa qarşı çıxışlar, milli qırğın siyasəti, Cənubi Azərbaycan məşrutə hərəkatı illərində, sonra və Şimalla Cənubi Azərbaycan Birinci Dünya müharibəsi illərində. Bu qədər böyük bir mövzu var və baxırıq ki, burada saldıqları bu hissədən Birinci Dünya müharibəsində Cənubi Azərbaycandır. Nəyi göstərmək istəyirəm sizə? Biz deyirik, bax bu bir ad altında gedir də Azərbaycan 20-ci əsrin əvvəllərində 1900, 1918, 28 may. Görürsüz, buradan artıq bir mövzudan sual salınıbsa Cənubi Azərbaycandan. Siz bunun içərisində yeni aqrar qanun görmədiniz, nə partiya görmədiniz, nə Duma görmədiniz, nə məşrutə hərəkatı görmədiniz. Çünki artıq bir mövzudan buzda sual istifadə edədilər. Yəni, onsuz da Cənubi Azərbaycan hər qəbulun bir dənə sualıdır. İkinci imtahanda yenə istifadə edəcəklər Cənubi Azərbaycandan. Ola bilər pişələrini salsınlar, ola bilər 29 bəhrməni və yaxud yenə məşrutəni, yaxud Cənubi Azərbaycan 19-cu əsri, şimalla Cənubu bir-birinə uyğunlaşdırıb verələr. Amma bir dənə sualımız yenə Cənubi Azərbaycandan olacaq. Növbəti sualımız 40-cı illər. Bu hissə aiddir hara? Azərbaycan 19-cu əsrin 30-50-ci illəri. Bunu da yazmışıq, PDF-imizdə var. 30-50-ci illərdə 3 dənə mövzumuz var. Rus müstəmləkə sisteminin yaradılması, müstəmləkə əleyhinə üsyanlar və müstəmləkə sisteminin möhkəmləndirilməsi. 3 mövzuda bir dənə sual gəlir. Burada gördüyümüz kimi həm ilk sualın tərkib hissəsində istifadə edədilər, həm də bundan əvvəl 47 kəndi əsasnaməsi olaraq istifadə edədilər. Artıq bu deməkdir ki, ikinci imtahanda 30-50-yə biraz az yer verəcəklər. Yəni, ola bilər ki, bu dəfə 30-50 hər hansısa bir sualın tərkib hissəsi kimi istifadə edilsin, tək istifadə edilməsin. Belə bir ehtimal da var, amma mütləq şəkildə ki, istifadə ediləcək və sual gələcək. Sonra, növbəti sualımız.
Qarabağ müharibəsi. Qarabağ müharibəsi, İkinci Qarabağ, antiterror, qisas əməliyyatı bir dənə sualdır. İstisnasız bir dənə sualdır. Görürsüz saldılar, ikincidə yenə salacaqlar. Gələn il yenə salacaqlar. Buna görə bu hissəni də oxuyun, sual gəlsin, yazın. Türk dövlətləri erkən orta əsrlərdə 8 dənə türk dövləti var, bir dənə sual. Görürük ki, burada gətirib Bizansdan ümumi cəhətlərini istəyiblər. Göytürkü verib, Afını verib, bir də bizdə Albaniyanı verib. Bu demək deyil ki, birdə düşdü, ikiyə düşməyəcək, ikiyə də düşəcək. Ola bilər ikidə getdi, Qaraxanlı yazdı, Uyğur yazdı, Xəzər yazdı, Qəznəli yazdı və yaxud Avropanı yazdı. Amma mütləq şəkildə ikinci imtahanda da yenə buradan sualımız var. Sonra növbəti gəldik hara? Hə, bu hissə Azərbaycan 20-ci əsrin 20-80-ci illərində. Sağ bura Azərbaycan 20-ci əsrin 20-80-ci illərində. Bu hissə özü bölünür iki yerə. Mən uşaqlarıma da demişdim, paylaşımda da qeyd edilmiş ki, bu hissə özü iki yerə bölünür. 20-ci əsrin 20-40-cı illəri, bir də 20-ci əsrin 50-80-ci illəri. Əgər sizə 50-80-dən sual salıbsa, deməli 20-40-dan sual olmayacaq. Eyni, baxın bu testin içərisində də 50-80-dən sualımız var deyə biz 20-40-dan nə orada DQMV görmədik, nə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, nə Azərbaycan SSR-nin konstitusiyaları, birinci ilə ikinci, nə formal müstəqilliyin ləğvi, belə bir şeylər yoxdur. Nə kollektivləşdirmə, sənayeləşmə, yes, belə şeylər görmədik. Çünki gətirdi 50-80-dən saldı. İndi birincidə 50-80 salıb deyə ola bilər ki, böyük ehtimal 70-80%, ikincidə bizim sualımız bu bölmədən gələcək 20-40-dan. O da haranı əhatə edir? Əhatə edir Azərbaycanda Sovet rejiminin yaranmasından ta ki Azərbaycan 2-ci Dünya müharibəsi illərində də daxil olmaqla. Əsas öyrənəndə ikinci imtahan üçün bu hissəyə daha çox ağırlıq verin. Yəni ki, çox güman 70-80 sual oradan gələcək. Sonra növbəti Atabəylər. Bu hissə bilirsiniz haradır? Bu hissə Azərbaycan 11-13-cü əsrlərdə dediyimiz hissədir. Yəni 3 dənə mövzumuz var. 1. Səlcuqların Azərbaycana yürüşləri, 2. Şirvanşahlar 11-12-ci əsrlərdə və 3. Eldənizlər dövləti. Mütləq şəkildə bu üç dənə mövzudan bir dənə sual istifadə edilir. Eldənizlərdən çox istifadə edirlər. Amma düşünürəm ki, ikinci imtahanda Axistan gələ bilər buradan, üçüncü Mənçöhür gələ bilər və Səlcuqların Azərbaycana yürüşlərinin ümumi nəticəsini istəyər bizdən. Nəsə belə bir şey gələcək. Zaten 3 dənə asan mövzudur. Öyrənin, bir dənə də sual düşsün, yazın. Özdə bu hissələr Azərbaycan 11-15-ci əsr olan hissələr ikinci qrupa potensial situasiyada gələ biləcək hissələrdir. Çünki 2023-də ikinci imtahanlarda, yəni son dövrlər ikinci imtahanlarda əsasən ikinci qrupların situasiyalarını aşağı siniflərdən salırlar. 2022-də ikinci Vaçeni salmışdılar. 2023-də Eldənizləri saldılar. 2024-də də Qazanxanın islahatını saldılar. Ola bilər ki, 2025-də, yəni bu ikinci imtahanda ikinci qrupa qara qoyunlu gəlsin, ağ qoyunlu gəlsin, belə-belə şeylər gələ bilər. Amma mütləq bir dənə sualımızdır. Sonra növbəti 52-ci sual. Bu da mənim belə konkret atış deyərək tutan suallarımdan biridir. Deyirdim ki, 13-14-cü əsr şəhərlər xəritədə gələcək və gəldi. Və bu hissə nədir? Bu hissə bizdə iki dənə mövzudur. 1. Monqollar və Cəlaləddinin, yəni Xarəzmşahların Azərbaycana yürüşləri. 2. Hülakülər dövləti. 2 dənə mövzu oxuyursan, bir dənə sual düşür. Mütləq şəkildə 2 dənə mövzunu oxuyursan, bir dənə sual düşür. Hətta bu imtahanda görürsünüz 2 dənə də sual istifadə edilib. Çünki xronoloji ardıcıllığın içərisində də hülaküyə istinad eləyiblər. Burada xəritə olaraq veriblər. İndi ikinci imtahanda çox güman ki, siyasi tarixdə bir sual olaraq verəcəklər. Qazanxanın islahatlarına ciddi şəkildə fikir verin. Yəni 2 dənə mövzuda zaten oxuyun, bir sual olaraq istifadə ediləcək. Gəldik açıq suallara, başı bəlalı açıq suallarımız. Hə, AXC yenə ikinci imtahanda da bir sual olaraq istifadə ediləcək. Çox güman ki, ikinci imtahanda bu qədər problemli sual yəqin ki, istifadə eləməzlər. Amma bir sualımız mütləq şəkildə AXC-dən var. Gedin, həvəsdən düşməyin, qəşəng-qəşəng AXC-ni oxuyun. Sonra növbəti. Bu hissə bilirsiniz nədir? Bu hissə dəryadır. Dünya dövlətləri 19-20-ci əsrin əvvəllərində. Baxın, 54-cü sual. 19-20-ci əsrin əvvəllərində. Nə var burada? 1. ABŞ 1920, Böyük Britaniya, Osmanlı, Rusiya, Fransa, Almaniya, Çin, Hindistan, Yaponiya. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləri dövlətlərarası münasibətlər və Birinci Dünya müharibəsi. 11 dənə mövzudur, bir dənə sual gəlir.
Bir dənə sual. Burada görürsünüz Rusiyadan istifadə edin. İndi gələcək ikinci imtahanda yenə sual salacaq. Hətta düşünürəm ki, ikinci imtahanda bir də gördü situasiyanı gətirdi, buradan saldı. Ona görə bu hissəyə diqqətlə fikir verin. Ən çox problemli hissələrdən biridir. Çünki mövzu çoxdur. Amma bir dənə sual düşür. Görürsüz, məsələn, deyirik 11 dənə mövzudur, bir dənə sual düşür. Burada artıq sizə Rusiyadan sual istifadə ediblər deyə bu 11 mövzunun içərisindən. Siz nə birinci dünyaya sual görmədiniz, nə 19-20 ABŞ yoxdur, nə Çin, Hindistan, Yaponiya, yəni belə-belə şeylər yoxdur. Xronoloji ardıcıllıq bir dənə sual düşür, sizə açıq sualda düşür. Burada gətiriblər Azərbaycanda hülakilərlə yəni Azərbaycanın 13-14-cü əsri ilə Avropanın 13-14-cü əsrini birləşdiriblər. Belə bir xronoloji ardıcıllıq salınıb. Ümumiyyətlə, bu imtahanın açıq suallarla heç xoşum gəlmədi. Niyə? Çünki sanki açıq suallar səfərinə çıxmaq şərti ilə şagirdə harda çaşdıra bilərəm, harda problemə sala bilərəm deyə hazırlanıb. AXC-nin özü olsun, o Rusiyada Aleksandr və Nikolay məsələsi olsun. Niyə? Çünki 11 dənə mövzudur, böyük mövzu. İçərisində bu qədər hadisə var. Sən 11 dənə mövzudan konkret bir dənə mövzuya gedirsən Rusiyaya və orada da konkret iki dənə şəxsi götürürsən. Yəni çox belə dərinliyə dalınan bir şeydir. Eyni şəkildə xronologiya da eynidir. Yəni bir dənə dövlətin bu qədər dərinliyinə dalmaq və ondan belə bir sual yazmaq avtomatik bizə deyir ki, məqsəd nədir? 56 10 gündən sonra ulduz verilən sual. Düzü mən şagirdim bunu düz yazıb çıxaraq, o da ki, çıxdaşla deyib açıq sualda başqa cavab ola bilməz. 2 ilə 3-ü götürüb. Yenə mədəniyyət bir dənə sual olaraq istifadə ediləcək. Yəqin ki, bu dəfə əslində mədəniyyət bizə bir qalalardan da gələ bilər. Bir də 19-20-ci əsr əsasən bu məktəblər filan bunlardan da gələ bilər. İndi hansından yazsa öyrənin də bir dənə sualdır, yazarsınız. Və Səfəvi. Deyirik ki, Səfəvi minimum 2 sualdır. Yəni yaranmasına 1639 daxil olmaqla siyasi tarix mütləq bir dənə sualdır. Burada gördüyümüz kimi 17-ci əsrin ikinci yarısında bir dənə sualdır. Bayaqki sualda gördüyümüz kimi idarə etmə ilə bağlı olan məsələlər istəmişdilər. Yəni öyrənin, qəşəng Səfəvində sualların yazın. Son olaraq bizdə bir dənə bölmə qaldı geriyə. O da nədir? O da dünya dövlətləri. Dünya dövlətləri. İkinci Dünya müharibəsindən sonra. Burada da yenə 11 dənə mövzumuz var. Nədir? ABŞ, İngiltərə, Fransa, Almaniya, SSR, Türkiyə, Çin, Hindistan, Yaponiya, Pakistan, Ərəb-İsrail müharibəsi və soyuq müharibə 12 dənə. 12 dənə mövzu var, bir dənə sual düşür. Burada onu situasiyada istifadə ediblər. Situasiyada istifadə ediblər deyə bu artıq olub 3 dənə sual. Məsələn, görürsünüz, dünya dövlətləri 2-ci Dünya müharibəsindən sonra situasiyada istifadə edilib deyə siz testin içərisində bu dövlətlərə aid hər hansısa bir sual görmədiniz, çünki situasiyada var. İndi yəqin ki, ikinci imtahanda situasiyada istifadə eləməyəcəklər. Ona görə bu dövlətlərdən bir dənə sual gələcək. Soyuq müharibədən ola bilər ki, bir dənə sual gəlsin. Amma mütləq şəkildə oradan bir sualımız olacaq. Bu belə diqqətlə dinləyin, öz qeydlərinizi götürün və oturun qəşəng şəkildə ikinci imtahana hazırlaşın. Bir ay sonra çox qəşəng nəticələrinizi gözləyəcəm. Elə bu videonun altında hər birinizə uğurlar arzulayıram. Bu qədər. Sağ olun. Növbəti videolarda görüşərik.